Şükür Allaha dəli olmurammış. Siz də öz-özünüzə danışırsınız. Narahat olmayın. Nə qədər ki bu səsin sizin özünüzdən gəldiyini başa düşürsüz, hər şey qaydasındadır. İşdi şayətdir, nə vaxtsa bu səsin sizdən yox, məsələn hansısa yad planetdən gəldiyini düşünsəz, onda nənələr demişkən, deməli vəziyyət urusçaqdır. Nadir xəstəliyi olanlara çıxmaq şərti ilə demək olar ki, hamının daxilində bir iç səs var və bu pis şey deyil. Yaradıcı insanlar bundan çox qəşəng istifadə edirlər. Adi insanlar öz düzün, səfehin öz-özünə danışaraq mühakimə eləyərək düzün, səfin tapırlar, nədir, nə deyil. Elə manyaklar var ki, hər 10 nəfərdən biri, məsələn mənim kimi, onun bu daxili iç səsi o qədər tənqidçi olur ki, insan heç nəyi bəyənmir, panikaya düşür, həyəcanlara, nə deyəcəyin, nə eləyəcəyin, bir dəhşətə düşür ki, ay bu belədir, bu pisdir, sən heç vaxt heç nə düzələməmsən, nə eləməmsən, hamısı özünə qarşı. Aləm deyir bir-birinə, bax bunun adına deyirlər boşboğazlıq. Bu kitabda boşboğazlığın idarə olunmasının, yığışdırılması yox, çünki o faydalı bir şeydir, bizə lazım olan şeydir, amma idarə olunmasının hardasa 20-yə yaxın üsulu var və çox qəşəngdir. O üsullardan ən sevdiyimi danışacağam, amma birinci kitabın özündən danışmaq istəyirəm. İlk dəfə idi ki, hansısa kitabın bu qədər sadə dildə, şəxsi inkişaf kitabının bu qədər sadə dildə yazıldığını görürəm. Elə hiss edirdim ki, elə bil mühazirədəyəm, müəllim danışır, qəfil üzünü çevirib soruşacaq ki, başa düşdünüz? Zarafat eləmirəm, heç bir damcı da şişirtmirəm ki, elə bil balaca uşağa izah eləyirmiş kimi dənə-dənə izah eləyirdim. Öz həyatından misallar çəkirdim. Məşhurlardan, Məlalədən Rafael Nadala qədər bir çox məşhurun həyatından, onların yaşadığından, düşüncələrindən misallar çəkirdim. Hamısını bircə-bircə izah eləyirdim. Boşboğazlığı idarə eləməyin, yenə dediyim kimi, bir çox üsulunu göstərib, amma mənim ən xoşuma gələni kitabın ən axırlarına saxladığı dini rituallar və ayinlər idi. Elm sübut eləyir ki, insanın səmimi qəlbdən inanıb dua eləməyi onu sağaldır, onu sakitləşdirir, ona əsl dərman effekti verir. Hansısa panikaya düşmüsünüz, hardasa nəsə yolunda getmir, alim deyib bir-birinə, başınızı tutmusunuz, nə eləyəcəyinizi bilmirsiniz, sakitcə dayanın və dua eləyin. O sizə əsl sakitləşdirici dərman effekti verəcək. Bunu mən demirəm, alimlər deyir. Beynimiz o qədər möhtəşəm qurulub ki, biz onun potensialını bilmirik. Başa düşmürük ki, biz bu dünyaya qurucu oksigen israfına görə gəlməmişik də. Bu beynimizin, bu yaradılışın, gözəlliyin nəyə qadir olduğunu dərk eləsək, cəmiyyətə, dünyaya, insanlığa o qədər gözəl xidmətlər eləyərik ki. Bu müəllim də, professor da tələbəsinin birinin atmacalı sualından belə baxıb donub qalıb və qərar verib ki, insanlara nəsə bir fayda versin. Bu kitabı yazıb, sağ olsun.